Bakıda yaşayış binaları sürətlə təmir edilir. Lakin biraz diqqətlə baxanda görmək olar ki, bu evləri də yollar kimi əsasən prezident keçən marşrut boyunca təmir edirlər. Bir qayda olaraq göz qabağında olan binalar restavrasiya olunur. Arxa fonda qalan binalar isə baxımsız vəziyyətdədir. Elə götürək Heydər Əliyev prospektini. Yol boyu göz oxşayan, standart eyvanlı binalar, gözəl, Avropa sayağı yığılmış fasadlar, binaların arxasında isə elə bilməyin ki, bu mənzərə təkcə Heydər Əliyev prospektindədir. Eyni mənzərəni elə Parlament prospektində də, İnşaatçılar prospektində də görmək mümkündür. Yeri gəlmişkən, polis bu prospektdəki Bağırov körpüsü ətrafında olan təmirsiz binaları çəkməyə icazə vermədi. Dedi ki, çəkiliş qəti qadağandır. Niyəsini soruşanda isə bildirdi ki, çəkiliş üçün prezident administrasiyasından icazə almaq lazımdır. Çünki bu yola cənab prezident şəxsən nəzarət edir.